Salam aleykum əziz izləyicilər. Təxminən 3-4 aydır ki, belə bir moped sifariş eləmişdim özüm üçün. Təbii ki, itlə, belə deyək, xoş vaxt keçirməyə, itlə harasa getməyə, belə maraqlı videolar çəkmək üçün. Düşündüm ki, bu mopedi sizinlə, açılışını sizinlə birlikdə eləyək. Yəni hələ bu, belə deyək, çərçivəsindən, gəlmiş çərçivəsindən hələ çıxartmamışam. Sizinlə bir yerdə indi zəmit olmasa bir dənə çək, ətraflı şəkildə çək. Sizinlə birlikdə bu mopedi açıram və inşallah ki, sizə içindən nələr çıxdığını və hər bir şeyi çalışacağım sizə göstərim. Əgər maraqlıdırsa, buyurun axıra qədər izləyin. Oh, məftil bizi yordu. İndi necə eləyək? Arasını sökək bunu. Ki bu çıxsın. Qabağını çıxardaq, yoxsa böyrünü sökək? Bu çəkicdən qeyrətlidir. Nəhayət ki, taxtanı söküb qutara bildik. Biraz güləşəndən sonra. Hara gedirsən? Deməli, bunun başlığı sonra yan güzgülər bunlara bağlanır. Yer bura. Yeri buradır. Yan güzgülər. Sonra canım sizə desin. Bu da bagajdır. Bunu ayrıca zakaz eləmişdim üzərində ki, burada əlavə bagaj olsun. Qəşəng rahat. Əla. Əla, bunu bırak elədik. Sonra bu nədir? Bu kaska, üstündə bir dənə kaska söz vermişdilər. Hayot, atrajatellər zadı da var üstündə. Pis deyil. Bu da kaskanın açıqsı. Maraqlı. Maraqlı. Tent söz vermişdilər mənə. Üzərində göndərəcəklər. Bu da yəqin ki budur. Bu tent değil, bu şeydir. Buna bax. Bu tent değil, bu. Həm tentdir, həm də ki bundan sürmək olar yağışda. Bunu əynə də geyinmək olur, elə bir ki üstünü örtür. Bildin necə? Yəqin ki bildiz deyə düşünürəm. Mən o qədər fikirliyəm ki, operatorla danışıram. Operator da cavab verir. Şeydir. Bu da belə. Dünənləri qaranlıqda gətirib çıxarmışam. Qalıb yağışın altında. Neysə ki belə. İndi düşünürəm ki bunları quraşdıraq.
şeydir. Ay can, qəşəng oldu ha. Yəni qoyub üstündə bağlayım sən. Vso, güzgülərimizi də quraşdırdım. İndi qaldı bir dənə, necə deyərlər, batareyka. Necə asılır? Deməli, bayaqdan da əlləşirəm ki, bu açılmır da. Batareykasını bura qoymaq lazımdır. Neyinirəm, baxaram, knopka yoxdur. Akazırsa bunlarda variant var. Açarı taxırsan bura, taxdın, taxan kimi geriyə fırlayırsan, bagajı açır. Ki, oğurluq olmasın da. Əla söhbətdir. Heç nə, burada batareykasının yeridir. İndi hal-hazırda batareykasını gətirəcəm, taxacam üstünə. Xatlayaq görək. Çox güclü batareyka ilə almışam bu məhsulu ki, enerji tutumu yaxşı olsun. İndi sadəcə olaraq bunun cəmini bilmək lazımdır ki, hansı tərəfə qoysaq daha yaxşı olar. Mən də düşünürüm ki, belə daha yaxşı olar. Yoxsa yox. İndi tap gör bu necə xodlanır. De. Nasıl tapsın? De. Yani bu Aha. Vurulmur ki da maksimumdur. maksimodur. Ha. Kırmızı var orada. Kırmızıya bas. Hangi qırmızı bu? Bu avarikadır. Yani bu. Səs eşitdiniz? Hayır, onu dene. Yox, yaxşıdır. Ya Allahın adı. Aha. P'dədir. Hal-hazırda P'dədir. Yan görək. Ha. Ha, bu da zadni. Gördün? Aha. İşığı gör yanır. Ha? Necə yanır? Yaxşıdır. Söndü. Yanır. Prosta fərqlənir, yəni onu demək istəyirəm. Bu nədir, o nədir? Bir nokta. Bu dalinidir. Ha. Bu favoritlikdir. Yanır. Benim tam yanı. Avarini vurmuşam. Yani soldaki yanmıyor. Hansı? Yox. Avarini yandırmamışdım axı. İndi avarini yandırdım. Yanmıyor. Yanmır? Necə yanmır? Yanır axı. O bir şey. Bu Aa, sağdakı yan- durdu. Ola bilsin ki, onun lampiskası xarab. Onu dəyişərik. Bu yanır, bu yanır. Yox, bunda da sağ yanmır. yanmıyor. Ola bilər ki, nəsə düzəlməmiş. Sağa bu yanıza. Hə. Deməli, ola bilsin ki, buna görə yanmır olar. Bildin necə? Sağa yanır. Bu bunda yanır. Ortada yox. Bildin necə? Buna görə bu tərəf yanmır. Bunda var deyə. Aha. Bu Aha, bu belə. Nədir? Bu parkovkadır. Hə, parkovka və parkovkadan çıxardandır. Burada 2 və 3-cü skoruslar var. Yəni daha sürətli hərəkət etmək istəyirsənsə, 2-yə və 3-ə ata bilirsən. Aha, bir dənə get, burada işıq var. Bir dənə baxaq görək o nədir? Hə, bir dənə baxaq. Bu nədir? Söndü, təmiz. Bəs bu? Led. LED-dir. Yanlış arası.
Bu leddir. Ay sağ. Böyle. Nə qəşəng. Nə qəşəng, heç bilmirdim bunu. Qəşəng. Güzgülər göstərir. Düşünürəm ki, bəs enerjini faizlə göstərmir. Voltajla göstərir. Probeg 0,0,0 kilometr göstərək. Nəvi? Özüm çəkim sizin üçün. 0,0,0 kilometr. Bütün düymələr burada. Burada itlərimi bir-bir otuzduracağam. Sizin üçün maraqlı videolar çəkəcəm inşallah. Hə, ən önəmlisi gedim içərdən nömrəmi gətirim, sizə göstərim, gözləyin. Bu da dövlət qeydiyyat nişanımız. Dox Azərbaycan. Bunu da vuracağım bura inşallah. Olacaq əla, hə? Əsl yeridir də. Qəşəng. Super. İndi çıxıb bir kurk fırlanaq baxsınlar, hə? Hə, əzizlərim, bu dəfəki buraxılışımız da bu qədər. Dedim, yəqin ki, sizin üçün maraqlı olar. Nəsə bir sualınız zadınız olsa, buyurun mənə sualınızı ünvanlayın, cavabınızı verin. Belə deyə, əylənmək üçün almışam bunu. İnşallah ki, maraqlı kontentlər alındıra bilərik deyə düşünürəm. Hələlik bu qədər. Görüşərik.